son illərdə biraz xəstəliylə bağlı, sağlamlığıyla bağlı nasazlıq olduğuna görə bəzi tamaşalara elə bil ki, gücü çatmırdı, belə deyim də. Yəni, açıq ürək əməliyyatı oldu bunda. Bir xeyli o açıq ürək əməliyyatı birisi çətindir. Ölüb ölümdən qayıdır insan. Ondan sonra başqa xəstəliklər baş qaldırır. Son illərdə VX tamaşasında oynayırdı. Yəni, bir tamaşada oynayırdıq oyunla. Sonra Dəli Yığıncağında oynayırdıq, rolu var idi. Bax, yəni axır illərdə oynadığımız tamaşalar. Bunlar idi. Və bu tamaşalarda indi də mən oynayıram. Vahid xəstəliyi yəni uzaqlaşdıq, bu tamaşalardan uzaqlaşdıq. Fikri, zikri teatrda idi, tamaşada idi. Amma nətər deyim, xəstəlik öz hökmünü vermişdi deyə fiziki gücü çatmadığından çox vaxt xəstəxanalarda oldu axır illərdə. Allah rəhmət eləsin. Belə xatırlayıram, yəni yolluğu olubdu. Yaxşı yoldaşlığı vardı yolda. Belə də o qədər yəni rayonlarda olmuşuq ki, bütün Azərbaycanın çox rayonlarında. Ümumiyyətlə bu bizim teatr bir 10 neçə il ki, səyyar qismində ora-bura gedirdik. İnsanın da yaxşı cəhətləri o yolda çox vaxt bilinir. Sonra ailəsinlə yaxın olmuşuq, çünki həyat yoldaşı Tamillə xanım bizdə teatrda işləyir. Dərzi Çökündə işləyir neçə illərdir. Çox ləyaqətli bir xanımdır. Hətta orasını deyim ki, Vahidin toyunda biz iştirak eləmişik. Bu Patandartda olubdu. Onun toyu Tamillə xanımla deməli evlənəndə. Gülşən olub bu toyda, Azər olub. Mən el adətinə görə sağ diş, sol diş deyirlər. Azərlə mən Vahidin sağ dişi, sol dişi olmuşuq. Elə bir ki, qəsəbə toyudur. Yəni mağar toyu. Yəni o toyda biz olmuşuq. Vahid 51 il teatrda çalışdı. Yəni 74-dən bu yana. İşte Allah haqq dünyasını cənnət eləsin, behişt eləsin.